Azərbaycanda olan rafizlərin kəsdiyin yemək olar. Bəzi qardaşlar deyir ki, onları aldadıblar, onlar avamdır. Bu haqq. Əgər bir insan bilirsənsə ki, qəti rafizidir, tanıyırsan şəxsən, yəni regionla yox, tanıyırsan şəxsən, bir insan rafizidir və rafiziliyi ilə tanıyırsansa onu caiz deyil, olmaz. Bilirsən, məsələn, bu insan bu məzhəbdədir, bu əqidədədir, Allah Rasulü əshabını söyür, lənətləyir və s. və ilə axır. Yəni, biz bilirik də bunları, tanıyırıq. Həm də bizim yaşadığımız yerdə rafizlər laf yaxşı tanır. Yəni, 5 dəqiqə kifayət edir tanıyırsan. Aydındır. Belə. Xüsusən də məzhəbdədir, məzhəbini müdafiə edir. O halda caiz deyil. Amma o insan ola bilər, ümumən yaşadığı, doğulduğu zona ilə, ana atası ailəsinə görə ola bilər. Hətta ibadətdə də olsa, desin ki, mən şiyəyəm. Amma bu o demək deyil ki, bu, yəni şiyədirsə, deməli kafirdir. Yox, belə qayda yoxdur şəriətdə. Hətta biri var idi, bir qardaş ibadətə gəlmişdi. Deməli, regionla şiyədir, regionla. İndi əlhamdülillah tövbə edib, ibadətə başlayıb, cahil etsən, deyirdi ki, mən şiyəyəm. Yəni, ana atasına görə. Amma əslində əhl-i sünnət idi. Aydındır. Yəni, belə götürülmür. Amma bir insan tanısan dəqiq, bilsən ki, bu insan yəni, rafizidir, budur, o halda caiz deyil. Necə ki, rafizlərin arxasında namaz qılmaq caiz deyil. İxlasla.com saytı tərəfindən təqdim olundu.